Nuş olsun. Mesut denizlice parıldıyor. Deməli, getdim, dənizimdə çimdim, yemeğimi yedim, biraz telefonu zaryadkaya doldurdum. Saat 4:01-də gəlmişəm. Papatka nomer 2. Görək, indi bu 8 nömrə gələcəkmi? I Love Alanya'ya gedən yoxsa yox? Uje sizə deyim, saat 4. Hələ ki, heç bir əlamət yox. Baxın, bu qədər adam hamısı onu gözləyir. Mən elə başa düşürəm. Çünki səhərdən 1 də keçir, 101 də keçir. Heç kəs minmir. Mən bilən hamısı ora gedənlərdir. Ağıllılar, məhkimi. Hamımız tərt olacağıq birdən. Görün nə qədər adam yığışıb. Gillərə baxın, yerindəki şeydir. Astanovka dolu adamla görürsünüz. Ruslar da gözləyir. Amma ki 14 dəqiqə işləyir 5-ə. Saat 4-də gəlməli olan avtobus hələ də yoxdur. Mən elə başa düşürəm ki, gəlməyəcək. Amma bunlar gözləyirlər, mən də gözləyirəm. Mən elə başa düşürəm, yarısınacan gözləyəcəm. Sonra ucu çıxıb gedəcəm. Yəni, ekonom klas istirahət alınmır. I Love Alanya'ya gedib çıxa bilmirəm, heç cür. İctimai avtobusla gedib çıxmaq mümkün olmur. Bir dənə avtobus gəlir, görək. Görək neçədir bu? Aha, yenə 101. Bu 101 bizə aid deyil. Bunlar Mahmudlara gedir. Bizə isə lazımdır I Love Alanya. 8 nömrə gəlməlidir. Gəlmir ki, gəlmir. Amma görünüş gözəldir. Dənizimdə çimmişəm, yemeğimi yemişəm. Tələsən yerim yoxdur. Gözləyirəm. Alınmayacaq, gedəcəm şeyə. Buradan düşəcəm porta. Orada dükanları çəkəcəm sizə. Narahat olmayın. Siz bekar qalmayacaqsınız, baxacaqsınız. Şəhər də elə krasavitsadır, krasavitsa. Belə dükanların stulları var. Bayırda qoyublar. Oturmuşam o stulda. Yəni ayaq üstə də deyiləm ki, əziyyət çəkin. Oturmuşam. Necə lazım. Gözləyir. Yenə bir gəldi. 2 dənə avtobus gəlir. 1 və 101. Baxın. Ancaq 1. 1 və 101. 8 nömrə avtobus yoxdur ki, yoxdur. Ruslar da mənə kimi dirəniblər. Mən yenə bekar durmuşam. Onlar getdilər 5 dənə kofe aldılar, 10 dənə sok aldılar. O avtobusun, taksinin pulunu xərcləyiblər. Amma höcət ki höcət, dayanıb gözləyirlər. Amma mən heç nə almayacağım. Gözləyəcəm, gələcək, gedəcəm, gəlməyəcək, getməyəcəm. Qalsın başqa vaxtda. Bir yol tapmalıyam ora mən. Heç nə tapmasam da mən belə başa düşürəm, mən piyada gedəcəm ora. Ne güzel oluyorsun. Kız ne güzel oturuyorsun. Bunların avtobusu gelmeyi bilmir. Aha, hərəkət oldu bunlarda nəsə. Qoy görək. Bəlkə gəlir. Gözlə görək nə avtobus bu. Aha, 1. Bu bir bayaqdan gəlib də 100 dəfə. Var yəqin bir gözləyirmiş. Bu qırmızı paltarlılar gözləyirlər mənə kimi. Bütün avtobusları yola veriblər. Bir-iki dəfə istədim soruşam ki, siz də 8 gözləyirsiniz. Sonra dedim yox. Sonra qəmiş olarlar ki, gəl taksi ilə gedək. İstəmirəm. Ben oturup gözləyirəm. Karoçe, Ruslar getdilər. Bu bir de adam gözlədi, çıxdılar, getdilər. Böyle çıxdı ki, avtobus gəlmədi. Ben de bir dedilmişdim, yarısınacan gözləyəcəm. Bu 5 dəqiqədə gözləyim, çıxıram gedəm. Bəli. Qısası gəlmədi.
Avtobus gəlmədi. Bunlar hamısı lampalardır. Gecə buraları yanır, qəşəng olur. Axşam vaxtı. Yəni avtobus gəlmədi deyə mən gedirəm porta. Gedirəm porta baxım görək maraqlı nə var, nə yox. Dükkanlar baxın, belə dükkanlardır. Dükkanlara girmək mümkün deyil. Girdin, mütləq sənə nəsə aldırırlar. Mütləq. Heç cür mümkün deyil ki, sən buraya girəsən və heç nə almayasın. Zorla səni nəsə basışdırırlar. Peki izləyirlər var. Ay Allah. Gözəldir, hə? Rəngli qaşlarla xoşlayanım. Amma od qiymətidir də, od qiyməti. Bax, buradan mən keçən il mən bir mirvari sırğalarım var, yaşıl. Bax, onları mən bu dükandan almışam, dəqiq yadımdadır. Deyim, pisliyi yalan olar, qəşəng. Amma baha almışdım. Elə bil ki, bizim pulla o vaxt 50 manata almışdım. Hə, indi görəsən neçəyə deyə ki, biraz da bahalaşıb. Hə. Gümüş sırğalar idi, üzüyü yox idi. Ancaq sırğalar idi. Amma qəşəng şeylərdir. Zövqlü bir şeylərdir. Paltar əlindən görürsünüz nə maraqlı dükanlar var burada, Türkiyə. Ağzını tərpətsən 2 tay malıdır. Hamısı pəcelkalardır. Amma ki ancaq uzaqdan geri keçəsən, uzaqdan keçəsən ki, sənə ilişməsinlər ki, gəl mütləq al. Yoxsa 100% gəlib. Elə qəşəng havadır, elə gözəl havadır, Allah haqqı. Ay, yerlər beləcə işlərsin. Sən qəşəng kurtkalardır. Kurtların rengi qəşəngdir. Çukurlardan her şey var ama ki bilmirəm nə keyfiyyətdədir. Girmək istəmirəm, soruşmaq istəmirəm. Çünki girdim, soruşdum. Nəsə aldırırlar. Mən ancaq baxıram. Belə. Sizin üçün çəkim görəsiz. Güzel şeylerdir. Üstünü yatlar. Her bir şey var. O kurtka rengi qəşəngdir. Qəşəng rengi var onun. Euro. Maliki. Ona malinki demək olar. Bu dəqiqə onu nə tər dartıb uzadacaqsa, sənə böyük olacaq malinkiyə üzdə. Malinki. O bu dəqiqə elə düzəltsin sən, çünki olsun balşoy. 80 dollara. Kutkalı. Nabukdan da var. Ay Allah, birine el vurdun saat gəlirlər üstüme. Gerek qaçasın. Yine demirəm almamışam, almışam. Amma keyfiyyəti o keyfiyyət deyil yəni. Biləs. Aha.
Balqabaqlar. Alanya indi balqabaq basıb. Əvvəl işıqları idi. İndi olub hamısı balqabaq. Başa düşünürəm. Alanya niyə balqabaq eləyiblər yaxşı? Alanya. Yəqin ki balqabaqlar sonra işıqlanır. Bax belə. Zövqlər müxtəlifdir. Xoşunuza gələ bilər, xoşunuza gəlməyə bilər. O sizin öz işinizdir. Amma mən çəkirəm. Demirəm burada maraqlı şeylər tapa bilməzsiniz, tapa bilərsiniz. Sadəcə olaraq o qədər şeydilər ki, yaxınlaşmaq belə mümkün deyil də. Mütləq sənə xoşuna gəldi, gəlmədi. Balqabaq yolu. Biz dənizə paralel gedirdik. İndi dənizin üstünə gedirik. Gəmiləri görürsünüzmü? Gedək portdan. Görüş oralarda nə var? Gel. Alo. Belə yerdə yemək biraz ehtiyatlı olmaq lazımdır. Hər şey ola bilər. Bax, bu küçələr axşamlar olur, diskoteka falan. Bax, bütün bu küçələr. Ona görə işıqlı vaxtı gəldim çəkim. Sonra qaranlıqda gəlməyi söz vermirəm. Qabaqda da o gəmilərdir. İndi o tərəfə də keçəcəksən, başlayacaqlar ki, gəl gəmiyə min. 100 lirə, 50 lirə, 5 lirə, 3 lirə qışqırırlar. Adam bilmir, bayramda, qabaqda bayram olacaq. Bayramda sizlə gələcəm bura. Gələsiz bayramda. Nə gözəl olur. Bu gəmi hər gün gəlir bizim plajımızda. Cəmaatı tökür, çimizdirir, aparır. Kleopatra'da. Elə bil ki, özləri gedib çövürürlər. Mütləq buna minməlidirlər. Milləti görürsünüz. Gözəldir. Bura bunların bulvarlarıdır. Burası bu gəmilər imkan vermir ki, cəmaat rahat gəzsin. Çünki onlar bir nəfəsə müştəri yığırlar. Gərək bu biri yolla gedəsən. O da çox ləzzət eləmir. İstəyirsən dənizin qırağı ilə gedəsən. O da heç cür alınmır. Onlar bilet satırlar hamısı. Bax belə. Buraya nə qəşəng sakitçilik. Qoy burada oturaq görək. Alanya Belediyəsində. Düz bu dağın arxasından güneş. Güneş birazdan dağın arxasına keçəcək. Və dağın bu hissəsində artıq güneş olmayacaq. Onda rahat gəzirsən. Amma o tərəfdə güneş olacaq. Ayak nerede? Bana ayağa kaldırsana. Botru bir saat. Bana botru. Bana botru. Hello.
çok büyük ya. Evet, iyi tatlı. Görürsünüz güzelliği. I love Alanya'dan te I love Alanya. Ora çıxan ayaqla çıxacağım ya axırda. Allah haqqı bezdirib məni. Axır elə eləyəcəklər ki ayaqla çıxacağım. Ah bu portdur. Buradan geçək gedib gəzə bilirsən. Çox gözəl. Gedək gəzək. Gedək gəzək görün nə gözəlliklər var. Həyatda heç vaxt işiniz alınmayanda tıncıxmayın. Fikirləşin ki, yəqin daha yaxşı, maraqlı şeylər məni gözləyir. Gedək burada gəzməyə. Bayraqları görürsünüz. Bayramdır da, bayram. Burada da camaat çimir. Baxın, burası plyajdır. Burası plyajdır. Görürsünüz mü? Vodkalar satılır. Balıkçı teknesi satılır. Görürsünüz? Ay hele balık tuturlar mı? Tutabildiği balık. Sen bir gir çık. Ay ay ay. Oynat baba oynat. Yok balık. Aha geldi. Merhaba. Tutabilmedim en balığı. Bakın görün ne geçen balaca yaxtalardır. Arenda götürürsünüz, geçen gedirsiniz denizde. 1 saat, 2 saat gezirsiniz. Ama diyeyim ki ucuzdu, yalan olar. Ucuz olmur. Güneşi görürsünüz mü? Burada geçen otururlar özler için. Oynuyorlar. Yoksa neyinirler? Hakkı hesap sürüyor. Görürsünüz ne kadar gemiler var. Bakın burada güneş battı, kaldı dağın dalında ve belə bir mənzərə göstərir. Bunlar da bu gözəl mənzərəni qoyub nə çəkirlər? İtin şəklini çəkirlər. İt də elə bir poza verir ki, elə bir ki, saqqal deyir. Görürsünüz. Yemək stolları da hazır. Kim istəyir, götürür yaxta və gedir gəzməyə. Arabalara baxın, nə qəşəng götürüblər. Bunlar da marojna yeyirlər, bunlar da burada.